Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Sizlərə çox gözəl, yüksək keyfiyyətlə inşa olunan villa üslubunda dizayn olunmuş çox gözəl, möhtəşəm bir həyət evinizi təqdim edirəm. Təqdim etdiyim həyət evi yerləşmə yeri çox mükəmməl bir ərazidir, dəyərli izləyicilərimiz. Yerləşmə yerinin gözəlliyinə baxın. Masajını deyə bilərəm ki, bu ərazi ən yaxşı yeridir. Deməli, baxın, sağ istiqamətdə Qurtuluş 93 Yeni Bakıya gedən yol. Sol istiqamətdə isə Masazırın prospekt yoluna Əliağa Vahid heykəlinə çıxan yoldur. Bu ərazidə ev tapmaq çox çətindir. Yəni Masazırın ən yaxşı, ən elit küçələrindən biridir. Evimiz 6 otaqdan ibarətdir. Paket Çerapitsa damdır. Hər mərtəbə monolit betondur. Eyni zamanda qeyd edim ki, 4 bir tərəfdən qoşa daşla inşa olunub. Ev 5 ilin evidir, dəyərli izləyicilərimiz. 5 il bundan öncə alınıb. Evdə yaşayış yoxdur deyə. Yəni 3-cü, 4-cü ev kimi olduğu üçün ev satılır. Evin yanına keçmək mümkündür. Yan hissədə zilzəmsi var. Fasad bahalı qaya daşlarından istifadə olunub. Kürsü hissəsi ağlaydı. Həyətdə besetkası var. Yəni həyətin otundan görünür ki, bu evdə yaşayış yoxdur. Yəni, uzun müddətdir ki, bu evdə yaşayış yoxdur. Çox gözəl təklifdir. Qiymət 165 min manatdır. 165 min manata bu ərazidə qeyri-mümkündür ki, belə bir ev tapasınız. Qeyri-mümkündür. Hörmətli izləyicilərimiz, evə daxil olduqda otaqlar dəhliz vasitəsilə paylanılıb, döşəməsi istipollu, pilləkənlər mərmər pilləkənlardır. Qiymətdə az da olsa endirim olacaq. İndirimin səbəbi də nədir? Evdə yaşayış yoxdur deyə havasızlıqdan evdə aboylarda atma var. Yəni aboylar kleydən atıb. Bu aboyun dəyişdirilməsinə bir sıra təmirə aid qüsurlar olduğu üçün onları aradan qaldırmağı ev yiyəsi simvolik endirim edəcək. Bura mətbəxdir. Gözəl geniş mətbəxi yığılıb, kombi xətti çəkilib. Qapıları yaxşı qapılardır. Burada yataq otağıdır. Pəncərəsi öz həyətinə baxır. Super evdir, həqiqətən də. Yəni evin tikilişinə söz ola bilməz. Aksesuarlar da bahalı aksesuarlardır hamısı. Burada da yerləşir kollektor sistemi. Dəyərli izləyicilərimiz, Masazırın ən yaxşı küçələrindən birindəyik. Əliağa Vahid heykəlinə yaxındır. Baxın, bu hissələri deyirəm ki, sizə. Yəni, aboyunda qüsurlar olduğu üçün ev sahibi qiymətdə simvolik endirim edəcək ki, bu işləri yekunlaşdırasınız. Qiymət elə bir qiymətdir ki, hal-hazırda bu ərazidə, yəni belə ev qeyri-mümkündür ki, tapasınız. 6 otaq olsun, 2 sot yarımda, hər mərtəbə monolit və bu küçədə asfalt yolun kənarında. Qurtuluş 93-ə gedən yolun üzərində, eyni zamanda prospekt yolu da çox yaxın yerdədir. Pilləkənlar da mərmər pilləkənlardır. Yəni, evdə 5 ildir ki, yaşayış yoxdur deyə işıqlar sayğacdan söndürülüb. Başa düşmək olar. Baxın, belə bir evdir. Demək olar ki, maya dəyərinə satılan evdir, dəyərli izləyicilərimiz. Bu ərazidə belə ev qeyri-mümkün. Yəni, bu ərazidə hal-hazırda 4 otaqlı evlərin qiyməti 150 min, 160 min manatdır. 4 otaqlı evlərin qiyməti. Sizlərə 6 otaqlı ev təqdim edirəm. İllərin evidir. 2-ci mərtəbədəki hamam. Tam təchizatdır. Bütün aksesuarlar da yaxşı, bahalı aksesuarlardır. Burada növbəti yataq otağı. Baxın, dediyim təmir işləri, baxın, bunlardır. Bunlar hamısı yəni, aradan qaldırılmağa görə ev sahibi qiymətdə biraz da olsun indirim edəcək. Hazır burada boş torpağın bir sotu 30-35 min manatdır. 2 sot hardasa 70-80 min manat edir. 2 sot yarım. Bura növbəti yataq otağıdır. Və burada da yerləşir evimizin sonuncu yataq otağı. Bu yataq otağında eyvana çıxışı var. Dəyərli izləyicilərimiz, günün istənilən vaxtı gəlib bu evə baxa bilərsiniz. Baxın, belə bir gözəl qaya daşlarından istifadə olunub. Həyətyanı sahəsi də baxın belədir.